Salam olsun Allah'ını sevən bəndələrə. Bugün sizə 7 yaşlı müsəlman qız və ateist professorla Allahın varlığı haqqında olan debatdan danışacağım. Ateist professor Dr. Morales fəlsəfə professoru işləyirdi. O iti ağlı və qəti ateistliyi ilə tanınırdı. Morales illərlə tələbələrinə sübut edirdi ki, Tanrı sadəcə insanlar tərəfindən yaradılmış bir anlayışdır. O hər mühazirədə tələbələrini Allahın varlığını sübut etməyə çağırır və indiyə qədər heç kimdən cavab ala bilməmişdi. Amma kimin ağlına gələrdi ki, onun ən böyük imtahanı kiçik bir uşaqdan gələcək? Söhbət müsəlman mühəndis Kamal Fernandesin qızı Nailə Fernandesdən gedir. Nailə yaşına görə çox ağıllı uşaqdır. O, İslamın bilik və sağlam düşüncə ilə dolu bir din olduğunu öyrədən bir mühitdə böyümüşdü. Həmin gün Nailənin atası Dr. Morales tərəfindən təşkil edilən ictimai seminarda iştirak etməyə dəvət almışdı. Seminar Tanrı mif yoxsa reallıq adlanırdı. Kamal bilirdi ki, müzakirə çətin olacaq. Amma istəyirdi ki, Nailə elm və imanın necə yan-yana getdiyini görsün. Professorun argumentlərini eşitməyə can atan tələbələr və ziyalılar zalla dolu idi. Dr. Morales kürsüyə qalxdı və mühazirəsinə tam əminliklə başladı. Qardaşlar və bacılar, əsrlər boyu insanlar Allaha inanıblar. Bəs bizdə hansısa elmi dəlil var? Yox. Bütün bunlar sadəcə olaraq nəsildən nəslə keçən ənənədir. Kainatı öyrənmək üçün Allahın varlığına gərək yoxdur. Əgər Allah həqiqətən mövcuddursa, bu təkcə imanla deyil, elmi üsullarla sübut edilməlidir. Bir saat Allahın varlığını inkar edən elmi argumentlər təqdim etdikdən sonra Dr. Morales çağırış etdi. Əgər burada kimsə məntiqdən istifadə edərək mənə Allahın var olduğunu sübut edə bilsə, səhv etdiyimi etiraf edərəm. Zalın ortasında kiçik bir əl qalxdı. Bütün gözlər otağın ortasında oturan 7 yaşlı qıza çevrildi. Dr. Morales güldü. Yaxşı, deyəsən burada ən gənc iştirakçımız var. Adın nədir, gənc xanım? Qız cavab verdi. Mənim adım Nailə Fernandes, professor. Dr. Morales. Yaxşı Nailə, Allahın var olduğunu sübut etmək istəyirsən? Nailə. Bəli professor, mən bunu bir stəkan südlə edəcəm. Dr. Morales. Süd? Bir stəkan süd Allahın varlığını sübut edə bilər? Nailə. Mən izah edəcəm professor. Amma əvvəlcə bir stəkan süd istəyə bilərəm. Seminar komitəsinin üzvü tez bir zamanda bufetdən bir stəkan süd gətirdi. Nailə ehtiyatla stəkanı götürdü və hamı görsün deyə qaldırdı və dedi: "Professor, bu südün çox mürəkkəb tərkibə malik olması ilə razılaşırsınızmı? Tərkibində zülallar, kalsium, vitaminlər və onu çox faydalı edən müxtəlif qida maddələri var." Dr. Morales, əlbəttə, bu elmi faktdır. Nailə, bəs siz razısınız ki, bu süd inəkdən gəlir? Dr. Morales, bəli, süd inəkdən gəlir. Nailə, indi bunu məntiqlə təhlil etsək, bu süd haradan gəlir? Dr. Morales cavab verdi: İnəyin süd vəzlərindən. Nailə, inəklər yedikləri yeməkdən süd verirlər, yəni ot və su. Düzdürmü? Bəs professor, heç düşünmüsünüzmü? Niyə ot yaşıl, su rəngsiz olduğuna baxmayaraq inəklər bunu yeyir, amma onların südləri ağ və qidalı maddələrlə doludur? Dr. Morales, bu mürəkkəb bioloji prosesdir. Nailə, bəli professor, amma bu bioloji prosesi kim kəşf edib? Necə olur ki, zəkaya malik olmayan inək insan və heyvanlar istifadə edə bilən mükəmməl süd məhsulu verir? Əgər bütün bunlar təsadüfən baş veribsə, o zaman belə dəqiq və faydalı proses necə yaranıb? Nailə davam etdi. Professor, əgər stolunuzda bir stəkan süd tapsanız, təbii olaraq onu kimsə tökdüyünü güman edəcəksiniz. Südün öz-özünə meydana gəldiyinə inanmaq mümkün deyildi. Əgər sadə bir stəkan süddə kiminsə onu sizin üçün tökməsinə tələb edirsə, daha mürəkkəb bioloji sistem haqqında nə deyə bilərik? Kimsə yaratmasa belə mükəmməl bir şey necə mövcud ola bilər? Bu hər şeyi bu qədər diqqətlə dizayn edən ali bir ağıllı varlığın olduğunun sübutudur. Və biz buna Allah deyirik. Dr. Morales, maraqlıdır. Nailə, çox maraqlıdır. O soyuqqanlılığını qorudu və dedi: Nailə, sənin argumentin maraqlıdır, amma yenə də Allahın varlığını sübut etmir. Südün möcüzəsi adlandırdığınız şey sadəcə olaraq milyardlarla illik
təkamül zamanı inkişaf etmiş təbii qanunların nəticəsidir. Bu ilahi bir yaradılış işi deyil, təbii seçmə prosesidir. Nailə davam etdi. Professor, mən sizə təsadüfi hərflər toplusunu versəydim və onları mükəmməl bir kitab halına gətirməyinizi istəsəm, bu sizə nə qədər vaxt aparar? Doktor Morales, bu hərflərin sayından və kitabın mürəkkəbliyindən asılıdır. Lakin təbii ki, bu çox uzun zaman aparacaq. Nailə başını tərpətdi. Bəs bu hərfləri havaya atsam, onlar mükəmməl qaydada düşüb oxunaqlı kitab əmələ gətirəcək? Professor başını tərpətdi. Əlbəttə yox, mümkün deyil. Nailə gülümsədi. Bəs insan bədənində, kainatda və hər canlıda milyardlarla atomun təsadüflər nəticəsində mükəmməl düzüldüyünə necə inanmaq olar? Doktor Morales tərəddüd etdi, lakin o tez özünü yığışdırıb soruşdu. Nailə, mən sənin məntiqini başa düşürəm, amma sənə bir sualım var. Əgər Allah həqiqətən varsa, dünyada niyə bu qədər əzab var? Niyə müharibələr, yoxsulluq, xəstəlik və haqsızlıqlar var? Əgər Allah hər şeyi sevəndirsə, niyə buna icazə verir? Nailə professora baxıb soruşdu. Professor, siz heç əməliyyat otağında olmusunuz? Doktor Morales, bəli, əlbəttə ki, xəstəxanada əməliyyatların necə apardığını görmüşəm. Nailə, bəs həkim xəstəni əməliyyat edəndə xəstə ağrı hiss edirmi? Professor bir anlıq fikirləşdi. Anesteziya olmadan əlbəttə ki, ağrı hiss edirlər. Nailə, bəs niyə həkim ağrıya səbəb olsa da əməliyyatı davam etdirir? Professor ah çəkdi. Çünki bu xəstənin sağalması üçün lazımdır. Nailə gülümsədi. Həyatda da eynidir, professor. Bəzən Allah istirablara əhəmiyyət vermədiyi üçün deyil, onun arxasında daha böyük məqsəd olduğu üçün icazə verir. Necə ki, xəstəni sağaltmaq üçün onu əməliyyat edən həkim kimi. Allah insanları sınaqdan keçməyə səbəb verir. Nailə, professor, siz heç görmüsünüzmü ki, valideynlər övladını yeriməyə necə öyrədirlər? Professor, bəli, əlbəttə. Nailə, uşaq ilk addımlarını atanda bəzən büdrəyir və yıxılır, düzdürmü? Professor, bəli. Bu hər zaman olur. Nailə, bəs valideynlər onların bir daha yıxılmamasının qarşısını almağa tələsirlərmi? Onları hər yerdə qucaqlarına gəzdirirlər ki, heç vaxt yıxılmasınlar? Professor, xeyr, öyrənməkləri üçün onları yenidən cəhd etməyə icazə verirlər. Nailə gülümsədi. Düzdür, professor. Əgər valideynlər heç vaxt buraxmasalar, övladın əlindən tutsalar və onun səhv etməsinə heç vaxt imkan verməsələr, uşaq heç vaxt öz başına yeriməyə öyrənməzdi. O əbədi olaraq zəif və asılı qalacaqdı. Allah bizə iradə azadlığı, yaxşı ilə şər arasında seçim etmək qabiliyyətini verir ki, öyrənək, böyüyək və müdrikliyi inkişaf etdirək. O bizi yalnız yaxşılıq etməyə məcbur etsəydi, hərəkətlərimizdə əsl məqsədi və mənası olmayan proqramlaşdırılmış maşınlardan heç bir fərqimiz olmazdı. Yaxşılığı seçməyin gözəlliyi ondadır ki, o məcburiyyətdən deyil, daxildən gəlir. Professor təslim olmaq fikrində deyildi. Yaxşı Nailə, əgər Allah varsa, niyə özünü göstərtmir? Onu görsəydim, toxuna bilsəydim və ya birbaşa danışa bilsəydim, ona inanardım. Nailə cavab verir. Professor, sizin beyniniz var. Professor, əlbəttə ki, beynim var. Nailə, bəs siz onu görmüsünüz? Heç ona toxunmusunuz və ya birbaşa danışmısınız? Professor etiraf etdi. Xeyr, mən öz beynimi heç vaxt görməmişəm, amma onun mövcud olduğunu bilirəm. Çünki insan kimi düşünə və fəaliyyət göstərə bilirəm. Nailə, biz də Allahın varlığını belə bilirik. Ola bilsin ki, biz onu birbaşa görə bilmirik. Lakin hər ürək döyüntüsündə, hər nəfəs aldığımız havada onun varlığını hiss edə bilirik. Onun varlığı beynimizdəki düşüncələr və damarımızda axan həyat qədər realdır. Eynilə beyin kimi. Onun mövcud olduğunu bilmək üçün onu görmək lazım deyil. Doktor Morales Nailəyə baxdı. Zal alqışladı Nailəni. Lakin arxadan səs gəldi. Professor, balaca bir qızın sizi məğlub etməsinə imkan verməyin. Bu sadəcə söz oyunudur. Bunu deyən Doktor Moralesin həmkarlarından biri tanınmış alim və universitetin ən qızğın ateistlərindən biri olan Doktor Miguel Ramirez idi. Nailə baxışlarını kişiyə çevirdi. O, mübahisənin bitməmiş olduğunu bilirdi. Hələ cavablandırılması lazım olan çoxlu suallar var idi. Doktor Miguel irəli addımladı və dedi: "Arqumentlərinizdə çox arxayın görünürsünüz, Nailə. Ancaq davam etməzdən əvvəl bir şey soruşum. İslamın sevgi dini olduğunu inanırsınızmı?" Nailə tərəddüd etmədi. Əlbəttə professor, İslam sevgi, mərhəmət və ədalət dinidir. Doktor Miguel güldü. Sevgi və mərhəmət? O zaman mənə bir şey izah edin. Əgər İslam həqiqətən sülh dinidirsə, niyə biz onu adı altında bu qədər zorakılıq və qan tökülməsini görürük? Dininizin bayrağı altında parlayan müharibələrə necə haqq qazandırırsınız? Əgər inancınız bu qədər safdırsa, insanlar niyə başqalarını incitmək üçün ondan istifadə edirlər? Nailə aydın səslə danışdı. Professor, sizcə bıçaq faydalıdırmı? Yəni faydalı alət hesab edirsiniz? Doktor Miguel, bəli, əlbəttə, bıçaq yemək, bişirmək, kəsmək üçün istifadə olunur.
onlar gündəlik həyatda lazımdır. Nailə gülümsədi. Bəs professor, bıçaqdan insanları incitmək olmazmı? Kimsə cinayət törətmək üçün bıçaqdan istifadə edirsə, bıçağı yoxsa ondan səhv istifadə edəni günahlandırmalıyıq. Nailə davam et. Professor, kütləvi qırğın silahları yaratmaq üçün elmdən sui-istifadə edən insanlar var. Bunun səbəb olduğu dağıntıda elmin özünü günahlandırmalıyıq. İslam sülhü öyrədən bir dindir. Lakin onun təlimlərini öz şəxsi məqsədləri üçün təhrif edənlər də var. Necə ki, yanlış məsələlərdə elmdən, texnologiyadan, hətta siyasətdən sui-istifadə edən insanlar var. İslamın özündə deyil, insanların ondan necə istifadə etmək və ya sui-istifadə etmək qərarına gəlmələridir. Doktor Miguel yaxşı dedi. Mən sənin məntiqini başa düşürəm, amma sənə son bir sualım var. Əgər Allah həqiqətən mövcuddursa, niyə o ilk növbədə şərin qarşısını almır? Niyə insanların pisliyini seçməsinə belə icazə verir? Nalə cavab verdi. Bəs siz heç valideynlərin övladını yeriməyə öyrətdiyini görmüsünüzmü? Doktor Miguel, bəli, əlbəttə. Nalə, uşağı yıxılması üçün həmişə tuturlar. Doktor Miguel başını buladı. Yox, uşağın özü sınamağa icazə verirlər. Nalə gülümsədi. Uşağı niyə yıxılmağa icazə verdilər? Doktor Miguel, çünki uşaq yıxılmırsa, heç vaxt düzgün ayaqda durmağı və ya yeriməyə öyrənməyəcək. Nailə, Allah da belə öyrədir. O insanları seçimsiz robotlar kimi yaratmadı. O bizə yaxşı ilə şər arasında seçim etmək azadlığı verdi. Çünki yalnız bu seçimlə yaxşılığın dəyərini həqiqətdən dərk edə bilərik. Doktor Miguel təslim olmaq istəmirdi. Nailə, əgər Allah həqiqətən də məhəbbətlə doludursa, cəhənnəmi niyə yaradıb? Onu inanmayanları niyə cəzalandırır? Nailə dedi. Professor, siz yaxşı mühazirə deyirsiniz. Doktor Miguel, əlbəttə. Nailə, tələbələriniz üçün imtahan keçirirsinizmi? Doktor Miguel, bəli, bu təhsil sisteminin bir hissəsidir. Nailə, oxumayan, cəhd etməyən və imtahandan keçməyən tələbələr varsa, yenə də onlara əla qiymət verirsiniz? Doktor Miguel, əlbəttə yox. Oxumursa yaxşı qiymətə layiq deyillər. Nailə gülümsədi. Həyat budur, professor. Allah bizə imtahan verdi və imtahanlardan keçmək üçün bizə lazım olan bütün göstərişləri verdi. Ancaq kimsə bütün bu göstərişlərə məhəl qoymamaq qərarına gəlsə, yaxşılıq etmək üçün əlindən gələni edən insanlar kimi yenə də eyni cənnəti əldə etməsi ədalətlidirmi? Doktor Miguel susur. O heç nə deyə bilməmiş, birdən başqa bir tələbə Fernando ayağa qalxdı. Tələbə, müəllim, sənə bir sualım var. O ucadan dedi. Məni narahat edən bir şey var. Allah mərhəmətli və ədalətlidir. Amma günahları necə bağışlayar? Etdiyimiz bütün pis işlərdən sonra bizi cənnətə necə buraxa bilər? Nailə tələbədən soruşdu. Fernando, heç aşiq olmusunuz? Fernando, əlbəttə. Nə əlaqəsi var? Nailə, birinə aşiq olanda səni həqiqətən tanıdığı və ürəyini anladığı üçün sevsinlər? Yoxsa sadəcə məcbur olduqları üçün, yoxsa başqa çarəsi olmadığı üçün sevsinlər? Fernando sustu. Nailə, əgər Allah hər kəsə birbaşa görünsəydi, iman və seçim azadlığına yer qalmazdı. Hər kəs buna inanardı, çünki başqa seçimləri olmazdı. Amma Allah istəyər ki, biz onu məcbur olduğumuz üçün deyil, səmimi qəlblə sevək və ona inanaq. Doktor Miguel nəhayət danışdı. Deməli, sizcə Allah insanların onu məcbur olduqları üçün yox, ürəkləri ilə seçmələrini istəyir. Nailə, Allah bizə həqiqəti axtarmaq azadlığı verir. O kainatda və kitabların içində çoxlu əlamətlər qoyub. Amma bu əlamətləri görmək seçimi hələ də bizim əlimizdə. Doktor Miguel dərindən nəfəs aldı. Həyatımın illərini cavablar axtarmağa, Allahın olmadığını sübut etməyə çalışdım. Amma bugünkü mübahisəniz məni yenidən düşünməyə vadar etdi. Tanınmış ateist professor öz inançlarından şübhələnməyə başladı. Sanki ürəyi ağlı ilə döyüşürdü. Əvvəldən Nailə ilə mübahisə edən doktor Morales indi yüngülcə gülümsədi. Bu müzakirənin məni mübahisə etməkdən daha çox düşündürəcəyini gözləmirdim. Nailə gülümsədi. İslam sadəcə bir mübahisə deyil, professor. İslam qəlblə, Allahla əlaqəmizlə və həqiqəti axtarmaq üçün ağlımıza necə istifadə etdiyimizlə bağlıdır. Mübahisə bitəndə bir çox tələbə Nailəyə yaxınlaşdı. Bəziləri daha çox söhbət etmək istədi, bəziləri sadəcə gözlərini yeni perspektivə açdığı üçün ona təşəkkür etmək istədi. Nailəyə meydan oxuyan tələbə Fernando dedi: "Mən dərhal Allaha inana biləcəyimi bilmirəm, amma cavabı daha ciddi şəkildə axtarmağa çalışacağam." Nailə: Həqiqəti axtarmaq gözəl səyahətdir, Fernando. Dua edirəm ki, onu tapasan. Doktor Miguel fikirli halda otaqdan çıxdı. Nailənin bənzətmə kimi istifadə etdiyi bir stəkan süd kimi həqiqət həmişə aydındır. Yalnız onu həqiqətən görmək istəyənlər və həqiqətin nə qədər müqəddəs olduğunu anlayacaqlar. Həqiqəti çatdırmaqda cəsarət, təbliğdə mülayimlik və cavab tapmaq üçün ürəkdən, ağıldan istifadə etməyin vacibliyini unutmayaq. İslam mübahisə demək deyil. İslam sevgi, mərhəmət və ədalət dinidir. Ondan düzgün istifadə etməklə cənnətimizi qazana bilərik.